Mənə bir xanım yazdı, dedi nə ata evində, nə də ər evində xoşbəxt ola bildim. Məcburi şəkildə ərə verildim, talihimlə barışdım. Dedim bəlkə düzələr. Onda da bir bəxtim olmadı, onda da bir talihim gətirmədi. İstəyirəm mənə ait bir şeir hazırlayasınız. Mən də götürdüm, yazdım ki, lap uşaq vaxtından üzüm gülmədi. Bəxtim ağı vərəqə qara yazıldı. Bəxtimə yazılan yazı silindi, mənim xoşbəxtliyim hara yazıldı. Hər şeyə dözərək ailə qurdum. Orada da özünü göstərdi bəxtim. Gözümün önündə xəyanət etdi, götürə bilmədim, dözmədi qəlbim. Bir deyil, 5 deyil, hansını deyim? Hansı bir dərdimi anlayarsınız? Mən kimin yerini dar etdim görəm, gedəcəm rahat gün yaşayarsınız.